1975-ci ildən bu yana çox şey dəyişib. SSR dağıldı, amma bu poster bir mem kimi yaşamağa davam edir. Maraqlıdır ki, bugün Rus kosmonavtları kosmosa çıxmazdan əvvəl keşiş tərəfindən xeyir-dua alırlar. Voga.net posteri sadəcə bir təbliğat deyil, insanın öz gücünə olan hədsiz inamının simvoludur. O bizə xatırladır ki, biz göyə baxanda nə gördüyümüzü yox, nəyi görmək istədiyimiz önəmlidir. Bəs siz necə düşünürsünüz? Elmin kəşfləri dini inancı zəiflədirmi? Yoxsa kainatın əzəməti qarşısında insanı daha da heyrətə salır? Şərhlərdə müzakirə edək. Videonu bəyənməyi və bunun kimi vizual analizlər üçün kanala abunə olmağı unutmayın. Göy üzünə baxmağa davam edin. Hələlik.